Özümə təzə maşın aldım. Toyota Corolla Cross. 2025-ci il fevral ayında istehsal olunub. 2 ay bundan qabaq Yaponiyada istehsal olunub, gətirilib bura. 0 kilometr, təptəzə. Müqaviləsi əlimdədir, amma maşını özünü görmədim. Rəngi də deyəsən silver metalik yazıb. Maşını özünü görmədim, yəni. Görmədim, heç baxmadım da açığı. Yoxsa ki, baxardım da salondadır zaten. Yəni, önəmi yoxdur. Çünki yəni, zaten taksiyə sürəcəm də. Amma sığorta şirkəti və sığorta sistemi İsveçdə ideal işləyir. Çünki yəni 2x2-dir də. Gəldim salona, salam mövcud maşın istəyirəm. Personal nömrəvi dedim, bax bu viddə. Personal nömrəni dedin, yazdı ora, buyur, götür get. Dardı. Deyir, sizə indi aparırsan, deyirəm yox. Gələn həftə mən şeyə gedəcəm, İtaliyaya, Romaya. 2 gün orada olacam. 4-cü gün qayıdacam. 3-cü gün qayıdacam, dedi, 4-cü gün gəlib götürərsən onu. 3-cü mənim iş günüm deyil. Deyirəm, yaxşı. Usta deyir, mən şeyəm, Lady'qam. Dedim, problem yoxdur. Yəni belə, indi də götürə bilərdim. Burası boş-boşuna parkingdə qalınca maşın yox deyənə rahat-rahat gəzirəm də piyada. Maşınla, amma çox qəribə bir şey var. İnsan maşına alışanda və elə bir ki, ayaqlarım yoxdur da, elə gəzirəm. Evdən çıxırsan ki, maşına gedəsən, maşın yoxdur. Bu nədir? Yəni, maşını öyrəşmək çox pis şeydir. Amma halbuki İsveçdə demək olar ki, yəni, ictimai nəqliyyat çox yaxşı inkişaf edib də. Düz evimin qabağından zaten tramvay gedir. Nə bilim, 2 növ avtobus gedir. 25 bir də deyəsən, başqa bir dənəsi keçir oradan. Yəni, nəqliyyat çox yaxşı işləyir. Amma ki, nə olsun? Adam maşını öyrəşəndə belə qəribə hiss edir özünü. Daha doğrusu maşınsız olanda. Nəysə, qaroti, sabahları taksometr sökülsün. Sabah deyəndə gələn həftə. Sonra da təzə maşına ustanovka olunsun və başlayayım işləməyə. Allah xeyir versin. Arzusunda olan hər kəsə arzu eləyirəm. Səmimi qəlbdən. Qaroti, İsveçdə hər şey o qədər sadədir ki, bu qədər yəni heyecanı da yoxdur. Təzə maşını alırsan, heyecanı zadı yoxdur. Nə bilim şey yoxdur. Yəni olsun. Yəni bir şey ki, taksi sürərsən də yəni. Toyota Corolla Cross. Yəni, nəysə belə. Heç nə. Məndən bu qədər. Bu da xatirə qalsın.